Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Mətanət İskəndərlinin müğənni bacısı Sədaqət İskəndərlinin evi qarət olunub. Xəbər verilir ki, bu barədə Mətanət İskəndərli Xəzər axşamı verilişində bildirib. O, bu səbəbdən bacısının proqrama gələ bilmədiyini qeyd edib. Bacımın başına iş gəldiyi üçün verilişə qatıla bilmədi. Evindən 16.000 manat pul oğurlanıb. Artıq polisə müraciət ediblər. Bayaq orada olduğu üçün verilişə gələ bilməyəcəyini dedi. Müğənni Talib Talih Şıxov çimərliyindən görüntülər paylaşıb. Xəbər verilir ki, isti havadan yararlanan sənətçi dəniz kənarında gəzintiyə çıxıb. Talib Xəzər dənizində gördüyü ilanları lentə alaraq sosial şəbəkədə izləyicilərlə bölüşür. Su ilanı da zəhərsizdir, qorxusu yoxdur deyə müğənni paylaşımında qeyd edib.